Hər vaxtınız xeyir əziz dostlar, Cavan TV-ni izləyirsiniz. Bugün küçə sorğusu keçirəcəyik. İnsanlara yaxınlaşıb maraqlı suallar verəcəyik. Görək onların cavabı nə olacaq. Getdik. Ən sevdiyiniz heyvan hansıdır? Malqaraj mənasında ya belə heyvan. Hər hansı bir heyvan ola bilər. Canavarla məşğul olmuş şirkətdə canavar sevirəm. Bəs bir canavarlar danışa bilsə onlara nə demək istəyirsiniz? Bir canavar sevər olaraq. Yo, bu arada bir şey deyə bilmərəm. Niyə? Danışmaq istəməzsiniz canavarlar danışır. Danışa bilmirəm. Nə sənə harmoniya gətirir? Forma. Forma. Uniforma. Uniforma. Hansı uniforma? Müdafiə Nazirliyi. Müdafiə Nazirliyi forması sənə harmoniya gətirir. Bəli. Bir gün yuxudan durub görürsünüz ki, supervisorsınız. Nələr edərsiniz? Superman'am. Nə edərsiniz? İnsanlara necə kömək edərsiniz? Spider-Man'e deyiləni eləyərəm. Tabii efendim. Spider-Man elədin, yəni tornazdan gedərsiniz o yan bir yana. Fırlanam özüm. Fırlanarsınız. Çox sağ minnətdaram. Axırıncı dəfə nə vaxt dejavu yaşamısan? Dejav? Dejavu. Dejavu deyəndə ki, olub bir balaca bir hadisə. Məsələn, axırıncı dəfə Taylandda. Deməli orada mən də dedim ki, o bir heykə pələng üstümə cummayacaq, amma cummadı. Nasıl? Yaxınlaşdım, qucaqladım, şəkil çəkdim. Pələngi qucaqladınız. Bəli, böyük pələngi qucaqladım. Amma balası ayrı qəfəsə girdim. Şəkil çəkmək istədim balası ilə. Mən dedim ki, bu balası mənə hadisə yaşatdırmayacaq. Amma o belə bir balaca hadisə oldu ki, üstümə cumdu. Balası. Hə, əlini saldım ona, öz əlimi yumruğumu saldım onun ağzına ki, dişləməsin də. Yəni düz uşaq ağırlığı, balaca uşaq var, 5-6 yaşında uşaq, onun ağırlığındaydı. Yəni təlimçi mənə dedi ki, ingiliscə, kömək lazımsa gəlim. Deyir, kömək özüm gücüm çatır da, yəni o vaxt karate ilə məşğul olmuşam. Çox gözəl. Valla say bitmirsin funksiyalarınız. Buyur. Bəli. Yəni qolumdakı əzələ ilə güclə, yəni özümü idarə edə bildim. Yəni onu qucağıma götürdüm, belə tutdum da onu ki, dişləməsin. Yəni şükür Allah ki, yəni o dişləsəydi, bir dişində zəhər olsa, yəni cırmaqsa zəhər olsaydı, Pələnglərdə zəhər olur dişlərində bəli. It is impossible. amma ki özümü yəni yaxşı idarə edirəm. Əgər o olsaydı, mən 15 gün orada qalacaqdım, gələ bilməyəcəkdim Azərbaycana. Amma şükür Allah ki, hər şey yaxşıdır. Yəni min şükür edirəm ki, hər günümə ki, min şükür. Yəni biliksə pələnglərin zəhəri biraz ölümcül olur. Bəli, ona görə mən özümdə biologiyanı oxumuşam. Yəni zoologiyanı oxumuşam. Zoologiyanı oxumuşam ki, mən bilirəm ki, nə var, nə yox. Çünki mən özüm yəni heyvanlarla maraqlanıram ki, bilirəm nə etmək lazımdır. Özünü necə idarə etmək lazımdır. Bir insan özünü necə idarə edə bilsin, o nə. Yaxşı, bəs sizcə maraqlı bir şey. Şirlərin zəhəri güclü yoxsa pələnglərin? Pələnglərin. Pələnglərin zəhəri güclüdür. Biz niyə? Niyə? Çünki özüm də pələngciliyəm. Oba, qəşəng. Təşəkkür edirəm.